Esselamu aleyke ya ehlel beyt. Esselamu aleyke ya ehlel kubur. Esselamu aleyke ya ehlel megabir. Men aade laha suratil mübareketil Fatiha. Allahümme salli ala Muhammed, Ali Muhammed. Hüseyin gel, Hüseyin gelsin sen gel orada. Sıratellezine en'amte aleyhim gayril mağdubi aleyhim veleddâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah cemi şehirlerimize rahmet eylesin. Allah gazilerimize şefa versin. Amin. Allah ağamız İmam Hüseyin Əsələm başda olmaqla cəmi şəhidlərimiz inşallah öz məşanında qərar versin. İnşallah Allah rəhmət eləsin. Allah ailələrinə, yaxınlarına səbir versin. Allah elimizdən, avamızdan, dövlətimizdən razı olsun inşallah. Allah amin deyən dilləri lar eyləməsin. Allah Teala həmişə nə qədər ömrümüz var, Allah Teala bu ziyarətlərimize nəsib eləsin. Biz bunlara borcluyuz. Biz həqiqətən də biz bu şəhidlərimizə borcluyuz. Allah canını sağ eləsin. Sağ ol, çox sağ ol. Allah hər bir Var olsun ki, bizi bu gözəl yerlərə gətirib çıxardı. Həli qolu var olmasa sürətən təşəkkür edir həqiqətən bizi bu yerlərə gətirib çıxardı. Çox sağ olun. Allah razı olsun. Çok memnunum sizden. Çox sağ ol. Allah da sizden razı olsun. İşdir, məsuliyyətli işlərdir, çətindir, ağsaqqallıq rəhbərlik çətin bir işdir. Düşəsən qabağa idarəçilik eləyəsən. Yəni Allah Teala onu hər bir insanlara gələ qismət eləmir ha qardaş, bilirsən də. İstərsən qadın ol, istərsən kişi ol, fərqi yoxdur. Yəni onu yenə Allah sənə qismət eləyə. Bir. İkincisi də ki, yenə Allah biz qismət eləsən, gələsən ən azından şəhidin neynəsən, şəhidi sən ziyarət eləyəsən. Çünki Allah Təala Quran-ı Kərimdə buyurur ki, şəhidlər ölməzdir. Siz şəhidləri zənn etməyin. Şəhidlər rizq, yəni şəhidlər rozi yeyirlər. Allah Teala yenə şəhidlərimizə rəhmət eləsin. Amin. Ağamız İmam Hüseyin əleyhissalamdan ayrı salmasın. Amin. Yaxınlarına, ailələrinə, qohumlarına, balalarına Allah Teala səbir versin. Amin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Esselamu aleyke ya ehlel beyt. Esselamu aleyke ya ehlel kubur. Esselamu aleyke ya ehlel megabir. Ölenlerimizin ruhu şad, hususen de şehirlerimizin ruhu şad. Cəmi dualarımızın, ibadətlərimizin Allah dərgahında dərəcə qəbul etməsinə xatir, salamatlığımıza xatir, cəmi günahlarımızın Allah dərgahında bağışlanmasına xatir, tövbələrimizin daha da yüksək olmasına xatir, 3 dəfə inşallah Ucalı Muhammed, Ali Muhammedə salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allah rəhmət eləsin. Məkandan cənnət olsun. Hər birinizdən ona görə razı olsun ki, qızıl vaxtınızı ayırırsın. Gününüz gedir, malınız gedir, canınız gedir, nə bilim mən, pulunuz gedir. Amma neyinirsiniz? O qızıl vaxtınız inşallah ki, Allah Teala bəyənən yerlərə xərcləyirsiniz. Yəni Allah Teala bizi həmişə o ömrümüzü gözəl belə bir yerlərə xərcləməklə olanlardan qərarı versin. Esselamu aleyke ya əhləl məqabir. Niyə görə qəbrəstanlıqlar yol kənarında, yol qırağında, ətrafında? Ona görə sanmır ki, onu görəsən, onu yad edəsən, ona salam verəsən ki, sən də dünyayı dəyişəndə, ən azından ki, Allah rəhmət edin. Neyimizə lazım, kim nətər ölür? Bizə razı yadadır. Yəni o gözdən kənarda olsa, elə də qalacaq. Gedən olmayacaq, ziyarətə gələn olmayacaq, ən azından dedə Allah rəhmət eləsin. Amin. Nə bilim, ən azından bilirsiniz, Qulhuvəllahı oxuyur, nə bilim, İxlası oxuyur, nə bilim, Əlhəmi oxuyur. Allah inşallah günahlarımızı bağışlayır. Allah da bizlərin günahlarımızı bağışlamış məndələrinə qərar verir. Amin. Çox danışdığınızda mən haqqınızı halal edin. Halal. Mən də yorğunam, yorğun səslə sizlərə xidmət edəcəyim. Allah hər bir yana. Deyirsən
Mən deyildim məgər övladı peyğəmbər balası. Qoralaq peykərimə bənzər yaratmaz alsın. Başlasın nalə fəman. Onu saxlayasın, mən çıxışırdım şəhər məzarlısını. Saxlayasın, təsir etməsin. Biraz turist sürü.